Привет, друзья! Я надеюсь, что у вас есть хорошее настроение. Salam dostlar, ümid edirəm ki, yaxşı bir əhval-ruhiyyəniz mövcuddur, var. Bu gün sizlərə rus dilindən, deməli, dərs 1-in izahını təqdim eləyəcəm. Urok 1 и первый урок. Dərs 1 və yaxud birinci dərs. Şəkildə nə görürsünüz uşaqlar? Cerb, bayraq, alov güllələri, Şəkixan sarayı, Nizami türbəsi və Ordubat şəhərinin, Ordubat ərazisindən bir görüntü. Mən bunu dağ kimi keçəcəm uşaqlar. Buradan dağ göründüyü üçün elə dağın anlayışını verəcəm. Uşaqlar, gəlin başlayaq bu sözlərin rusca deyilişinə. Gerb na ruskom gerb. Yəni rus dilində gerbdir. Bayraq na ruskom flag. Sonra alov güllələri. Başni agniya və yaxud agnenniye başni. Yəni alov güllələri deməkdir. Şəkixan sarayı. Dvarets Şeçinskih xanov. Dvarets Şeçinskih xanov. Sonra Nizami türbəsi görürük uşaqlar burada. Mavzoley Nizami. Mavzoley Nizami. Və Ordubat şəhərindən bir mənzərə görünür dediyim kimi uşaqlar. Burada dağ görünür. Elə əsasən dağın anlayışını verə bilərik. Dağ qora deməkdir uşaqlar. Qara. Qora oxunur əslində, amma belə cəm kimi də səsləndirilikdə qor kimi tələffüz olunur. İndi keçid alaq növbəti hissəyə. Deməli, məktəb şkoladır uşaqlar. Şkola. Orta məktəb deyəndə srednyaya şkola deyirlər. Srednyaya şkola. Srednyaya şkola. Aha, biz burada nə görürük uşaqlar? Deməli, valideynlər görürük. Ata, ana, oğlan şagird və qız şagird görürük. Gəlin, indi mən sizlərə bunların rus dilində tərcüməsini deyim. İlk öncə oğlan şagirdə uçenik deyirlər. Uçenik. Qız şagirdə uçinitsa. Uçinitsa deyirlər. Valideynlər raditeli olur uşaqlar. Ana isə mamadır bildiyimiz kimi. Mama. Ata papadır. Belə. Şkola məktəbdir. Ətrafda nə görürük? Ağac görürük. Ağac olur uşaqlar. Dereva. Dereva. Ağac dereva. Sonra uşaqlar, burada görürük yazı lövhəsi. Yazı lövhəsi uşaqlar, lövhə ümumiyyətlə daska deməkdir. Daska. Burada lövhədə yazılıb Dobro pожаловать. Dobro pожаловать. Yəni xoş gəlmisiniz deməkdir uşaqlar. Burada şagirdləri görürsünüz. Şagirdlər učenitsi olur. Učenitsi. Qız şagirdlərin cəmi učenitsi. Oğlan şagirdlərin cəmi isə učeniki olur. Burada bir müəllimə görürük. Müəllim olur uchitel. Uchitel. Kişi müəllimə deyirik uchitel. Qadın müəlliməyə deyirik uchitelnitsa. Burada deməli nə var? Kim var? Qadın müəllim. Uchitelnitsa var. Belə. Aha uşaqlar. Burada deməli çantalarını görürük. Çanta olur sumka. Sumka olur çanta. Belə. Kitaba deyirik nə? Kniga. Müəllimin əlində var qırmızı kitab. Necə deyirik? Krasnaya kniga. Krasnaya kniga. Belə. Sonra uşaqlar. Parta partadır. Bunu deməyə ehtiyac yoxdur. Hal-hazırda şəkildə gördüyümüz bundan ibarətdir uşaqlar. Bu günlük bu qədər. Gələn dərslərdə görüşərik. Ümid edirəm bəyənmiş olarsınız. Sağ olun, salamat qalın.